Salam, hörmətli izləyicilər. Bu dəfəki qonağımız ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramazanov. Şair bəy, xoş gördük. Salam, xoş gördük. Şair bəy, demək, son dönəmlər Amerika ilə İran arasında biz toqquşmaların davam etdiyinin şahidi oluruq və bu toqquşmalar sanki coğrafiyanı bir qədər də genişləndirir. Artıq Rusilər də prosesə qoşulublar aktiv şəkildə. Bab-el-Məndəb boğazının bağlanılması ilə bağlı müəyyən addımlar atırlar və yaxud da ki, Səudiyyə Ərəbistanının Qırmızı dənizdəki tankerlərinə zərbələr indiriblər. Ümumiyyətlə, necə xarakterizə edərsiniz? Aviasiya ilə və sırf raketlərlə hansısa bir ölkəni, misal üçün Amerika tamamilə İranı düz çöktürə bilərmi və yaxud da ki, İran Amerikanı körfəzdən tamamilə sıxışdırıb çıxarda bilərmi? Çox sağ olun. Mənə elə gəlir ki, qısa cavab versə, nə o, nə bu ehtimalı çox azdır. Ancaq ki, bunun açıqlamasını eləsək, mənə elə gəlir ki, bunun hamısının, bu proseslər hamısı məhz ABŞ tərəfindən idarə olunur. Onlar tərəfindən bu proseslər, belə deyək, istəyəndə qaynar fazaya keçir, istəyəndə biraz sakitləşir. Belə olduğu halda gəlin bugün bir sual qoysaq ki, bütün bu proseslərdə bu logistika yolların bağlanması, çətinləşməsi kimə xeyir gətirə bilər? Burada cavab olur ki, əlbəttə ABŞ istər hərbi sənaye kompleksi, bu silah və sursatın göyə soğurmasının nəticəsi olaraq özlərinin gələcəkdə sifarişlərini və istehsalını sığortalaya bilir və neft, belə deyək, və yaxud enerji daşıyıcılarla və enerji sahəsində olan iş adamların bugün ABŞ demək olar ki, neft ixracında birincilər sırasına çıxır. Burada hələ Venezuelanı da bura qatırlar. Yəni, belə götürəndə bu logistika ABŞ-a heç bir ziyan vermir. Onun yolu açıqdır. O, demək olar ki, öz ehtiyaclarını ödəyir. Ona görə də ABŞ məhz niyə onda bir digər hansı səbəb var? Digər səbəb də əlbəttə bunu dəfələrlə ABŞ özü də gizlətməyib. Yəni, Çindir. Yəni, enerji daşıyıcıların, belə deyək, neftin bahalaşması bu birinci növbədə Çinin iqtisadiyyətinə vurulan zərbədir. Və təbii ki, neft indi bu saat qalxır və bundan da ABŞ öz, belə deyək, bir güllə ilə iki dovşan var. O dovşanlar nədir? Biri özü varlanır. İkincisi də ki, əsas rəqib sayılan Çin onun iqtisadiyyatını çöktürmək üçün addımlar atır. Və belə olduğu halda onda üçüncü sual, növbəti sual çıxır ortaya. ABŞ bunu saxlamaq istəyir, yoxsa saxlamaq istəmir və nə qədər bu davam edir. Bugün mənə elə gəlir ki, ABŞ-ın tam imkanları var bu məsələni dayandırsın. Tam imkanları var logistikanı əvvəlki vəziyyətə gətirsin. İndiyə kimi, belə deyək, Azərbaycanlılarda belə bir atalar sözü var. Deyir ki, xoruz banlamırdı, gün çıxmırdı. İndiyə kimi normal yaşayırdı hamısı. Logistikada normal işləyirdi. Ancaq ki, bu mürəkkəb gərginlik şəraitinə gətirən maraqlı tərəfdir. Bugün maraqlı tərəf ABŞ-dır. Bunu belə deyək, açıq aydın görünür. Və təbii ki, öz marağını bu logistikanı çətin vəziyyətə salmaq üçün və digər tərəfdən özünün nəzarəti altına salmaq üçün İran
belə deyək, növbətçi hədəf kimi həmişə hədəflənir. Ona görə də mən düşünürəm ki, bunun kökü nə ABŞ-İran münasibətlərdə deyil, bunun kökü nə hansıdırsa başqa dünyanın proseslərində nə idisə, daha da mükəmməl nəticə ilə nəticələnən addımlara aparan addımlar deyil. Bunlar düşünülmüş, belə deyək, istiqamətləndirilmiş və İrana qarşı olan zərbələrdir və bu zərbələr nəticəsində əlbəttə ABŞ yaxın şərqdə tam öz hegemonluğunu genişləndirmək istəyir. Yeganə belə deyək ölkə hansı ki ABŞ-ın hegemonluğunu şərqdə qəbul etmir, o İrandır. Və təbii ki, bu baxımdan da İran da ABŞ-ın nəinki hegemonluğunu qəbul etmir, hətta ABŞ-ın maraqlarını genişləndirməsində əngəllər yaradır. Və belə olduğu halda bu cəhətdən də İran hədəf kimi hədəflənib və zərbələr endirilir. İndi bu nə qədər davam edir? Əlbəttə, bəzilər quru əməliyyatlar haqqında danışırlar indi bu saat. Çoxları quru əməliyyatlar haqqında danışsa da onun ehtimalını ən az bir ehtimal kimi sayılır. Çünki mənə elə gəlir ki, ABŞ da bunu anlayır, İran da bunu anlayır və İran ona görə öz mövqeyini müəyyən bir şəkildə, belə deyərdim, haqlı və sərt şəkildə özünü müdafiə etmək üçün və öz müdafiəsini təmin etmək üçün və gələcəkdə yeni zərbələrin olmasının müəyyən bir şəkildə sığortalanmaq üçün ki, bu zərbələr olmayacaq, çünki öhdəçilik götürülməlidir. Bu məsələni də İran qoyub. İran arxain şəkildə bu məsələni və təklifləri, şərtlərini bu formada şərtləndirib. Mən də hamısını sadalamaq istəmirəm. Sizin vasitənizlə də, digər kanallar vasitələrdə bu şərtlərlə çoxlu, belə deyək, danışılıb. Ona görə də mən deyərdim ki, ABŞ da, Trump da özünü bütün dünyada qılıncın hər bir tərəfi kəsən bir, belə deyək, dövlət başçısı kimi uğursuz əməliyyatları da özünün qələbəsinə sayaraq, heç nə olmayan yerdə də özünü qələbə çalan bir lider kimi bu formada elan eləyərək öz sosial, belə deyək, platformasında, yəni o onun bu formada olan bir, yəni Trump da axır bunun bu xüsusiyyətləri də dünya qəbul eləyir. Ancaq bundan dünya əziyyət də çəkir və indi bu saat olan qeyri-stabillik daha çox buna bağlıdır. Baxın, ABŞ-a istər Rusiya-Ukrayna müharibəsində ABŞ son qoya bilər. İstər yaxın şərqdə İsrail, nətər deyərlər, orada o ətrafda olan ölkələrə ona son qoya bilər. İranla münaqişəsində son qoya bilər. Çünki İran artıq nüvə proqramı ilə bağlı əsas şərtləri ABŞ tərəfindən irəli sürülən qəbul etmişdir. Biz onu bilirik. Bütün bunların belə deyək, dediyim istiqamətlərdə ABŞ bunu saxlaya da bilər, ABŞ-ın siyasəti və hərəkətləri bunu davam da etdirə bilər. Bugün ABŞ-ın siyasəti onu davam etdirilməkdə maraqlı kimi görünür. Ona görə də bu hələ ki ABŞ-ın siyasətində və yaxud maraqlarında və yaxud artıq vəziyyət elə gətirə bilər ki, ABŞ artıq Vyetnamdakı kimi anlayar ki, yəni bundan o yana, belə deyək, ziyanın yarısından da qayıtmaq xeyirdir. Atalar sözünü yenə gətirirəm. Yəni, belə olduğu halda mən inandırım ki, sizə bütün münaqişələr sakitləşəcək, dayanacaq və bütün məsələlər həll olunacaq. Ona görə də
Dünyada gedən bugün qaynar nöqtələrdə olan proseslərin idarəçiliyi hamısı ABŞ-dadır və ona görə də bugün baxmayaraq ki, danışıqlar gedir, vasitəçilər var, otururlar, nə etsə belə deyək, razılaşırlar. Trump bunu bir Rus dilində belə var, bir söz var, сделка kimi qələmə verir. Yəni o hər şeyə kommersant kimi baxır və bütün danışıqların nəticəsinə də danışıqların nəticəsi yox, hansıdırsa belə deyək, kommersiya jargonu ilə buna yaxınlaşır. Və bu da hər yerdə bunun belə deyək, onun siyasətində bu görünür. Ona maraqlı deyil, müharibə gedir, getmir, oradan əgər ABŞ-a gəlirsə, o silahı özü yox, Avropa vasitəsilə satacaq, çünki oradan gəlir, nefti həmçinin, digər məsələlər də həmçinin. Digər tərəfdən mən deyərdim ki, bugün bu Sovetlər Birliyinin dağılandan sonra artıq titanik belə deyək şəkildə bu laylar var zəlzələ zamanı, yəni elektroşoklar var idi və s. İndi o layların, siyasi layların tərpənişi hiss olunur və mənə elə gəlir ki, bu mərhələ də keçəcək. Tək ki, Allah dünyamızı salamat eləsin. Ancaq ki, ABŞ-da artıq İranda gedən proseslərin davamı ilə bağlı əlbəttə müəyyən bir nəticələr görürlər. Bu gəldiyi də ABŞ-da ümumiyyətlə bütün kapitalist ölkələrdəki kimi iri sənaye kompleksləri, enerji daşıyıcılara sahib olan sahibkarlar həmişə siyasətə müdaxilə edə bilirdilər və mən bu iki faktoru gətirirəm. Hərbi sənaye kompleksi ABŞ-dakı indi bu saat təbii ki siyasətə müdaxilə edə bilir. Neft bahalaşır, bu da enerji daşıyıcılara aid olan sahibkarlar bu prosesə müdaxilə edə bilir. Yəni bu formada bu ölkələr idarə olundu. Digər bir məsələ də ondan ibarətdir ki, indi bu saat ABŞ-ın maraqlarını təmin etmək üçün elə bir iri belə deyək dövlətlər yoxdur ki, konkret olaraq bunun qabağına çıxsın. Konkret olaraq yox desin. Hansısa dolayısı yollardan, nə bilim, hansısa təkliflərlə, vasitəçiliklə və s. və ilə ancaq dur deyib nə beynəlxalq hansısa təşkilat yoxdur, BMT olsun və s. Baxmayaraq ki, bu qanunlara, digər qanunlara ziddir. Ancaq ki, bütün bunlara baxmayaraq dur deyən elə bir qüvvə yoxdur. Dur deyən qüvvə olmadığına qədər ABŞ öz maraqlarını genişləndirmək istəyir və bu istiqamətdə də adlar atır. Mənə elə gəlir ki, əgər enerji daşıyıcıları doğrudan da kəskin şəkildə bahalaşsa, əlbəttə Çində də müəyyən bir proseslər də getməmiş olmaz. İndi bu saat bunların hamısının belə deyək, müəyyən bir şəkildə artıq hüsülər də orada logistikanı pozmaqla əsas logistika ağırlığı və yaxud imkanları məhz başqa bir istiqamətlə yönəlir və o istiqamətlər də ABŞ üçün belə deyək sərfəli istiqamətlərdir. Ancaq qalan dünya üçün əlbəttə demək olar ki, sərfsiz bir istiqamət kimi qiymətləndirilə bilər. Hər halda bütün müharibələr masa arxasında qurtarır. Mənə elə gəlir ki, bu da müəyyən bir kulminasiya nöqtəsinə kimi gəlib çatacaq. Ondan sonra yenə də masa arxasında hansıdırsa bir danışıqlara, belə deyək, danışıqlarla yekunlaşacaq deyə bilmərəm, ancaq ki, bəlkə də müəyyən bir fasilə olacaqdır. Və Rusiya-Ukrayna müharibəsində də bir şiddətli dönəm müşahidə oluruq. Həm sahədə çox ağır döyüşlərin getdiyini ən azından müşahidə etmək mümkündür. Həm də tərəflər bir-birinin əvvəllər məsəl üçün neft ayırma zavodlarına daha böyük, yəni strateji obyektləri vururdular. İndi artıq
yanacaq doldurma məntəqələrinə qədər vururlar. Tərəflər bir-birinin hər ikisinin yanacaq doldurma məntəqələrinə qədər vururlar. Burada əsas məsələlərdən biri təbii ki, məsələn, Rusiya tərəfi də əvvəllər düzdür, zaman-zaman eləyirdi, amma indi artıq demək olar ki, Qara Dəniz istiqamətində nə qədər yük gəmiləri var, artıq onların hamısına zərbələr endirirlər. Yəni bu da taxıl ticarətinin və yaxud da ki, metal ticarətinin, çünki Ukraynanın əsas o ixrac elədiyi taxıl və metal idi, buna çox ağır zərər vurmuş olmuş. Yəni tərəflər bir-birini maksimum dərəcədə sanki bir tükətməyə çalışırlar. Siz necə görürsünüz? Ümumiyyətlə bu müharibənin bu həddə gəlib çatması və bu qədər şiddətlənməsi və məsələn bəzi ölkələrin də bu prosesə müəyyən mənada qoşulurmuş kimi davranışı var. Yəni siz necə görürsünüz? Ümumiyyətlə Rusiya-Ukrayna müharibəsinin bu şərtlərdə, bu formada nə qədər davam edə bilər? Çünki həqiqətən də bir-birlərini yoxa çıxartmaq üçün sanki hesablayıblar hər bir şeyi. Siz necə görürsünüz? Əvvəl bu məsələ Ukraynaya bağlı deyil. Təbii. Bu məsələ Ukraynanı döyüşdürən, orada müharibənin davam etdirilməsində maraqlı olan qüvvələrdir. Belə deyək də, kimdir? Zakaz verir, zakazı ödəyir, o da o musiqini eşidəcək. Bugün Ukraynaya pulu verən tərəf kimdir? Və təbii ki, o maliyyə ayıran tərəf də öz maraqlarını Ukrayna vasitəsilə həyata keçiriləcək. Bugün Rusiyada heç bir hədəf Qərb və ABŞ-ın bu müharibədə maraqlı olan qurumların iştirakçısız olmur. Sadəcə atılan ateş vasitəsi, raket olsun, dron olsun, bu sadəcə arazi baxımından Ukraynadan atılır. Ancaq onların belə deyək, hədəfin müəyyənləşməsi, hədəfə yolu, belə deyək, onun kroksi və yaxud marşrutu zamanına kimi onu o hədəfə müşahidə eləyərək, aparana kimi idarə eləyərək, bunlar hamısı texniki vasitələr, Ukraynanın texniki vasitələri deyil. Peykdən tutmuş, belə deyək, təminatından tutmuş digər təminatlara qədər. Belə olduğu halda əlbəttə, məsələn, Ukraynanın, Rusiyanın dərinliyinə zərbə endirilməsində burada heç bir təəccüblü bir şey yoxdur. Niyə? Ona görə ki, bu qüvvələr təmas xəttində olan proseslərə də maraqlı deyil. Bunlar o raketi təmas xəttində olan Rus əskərlərin müqamətini və yaxud irəliləməsini zəifləmək üçün istifadə etməyərək, çünki buna da istifadə eləyərlər, təbii ki, müqamət nöqtələri və yaxud irəliləmə nöqtələri azalar. Və bununla da cəbhə bölgəsində üzbəüz olan əskərlərin, Ukrayna əskərlərin, belə sadə dillə desək, həyatlarını müəyyən bir şəkildə xilas etmiş olar. Yəni, itkilər azala bilər. Ancaq görürsünüz, cəbhə bölgəsində orada Rusiya irəliləyir. İrəlilədiyi kimi, bəlkə biraz az, bəlkə biraz yerlərlə çox. İndi atılır Rusiyanın dərinliyinə və bunu da belə qələmə verirlər ki, sanki orada biz ona atırıq ki, cəbhə bölgəsinə belə deyək, yanacaq az gəlsin. Bu gülməli bir şeydir. Bugün belə deyək ki, 500.000 kilometrlərlə 2-ci Dünya müharibəsindəki kimi belə deyək, bu marş keçirilmir ki, deyəsən ki, burada nə qədər yanacaq, yəni belə tələb olunur. O bir tərəfdən baxsaq, bütün indi bu saat müharibə dronlarla prinsip cəhətdən bu şəkildə gedib. O bir texnika əvvəlki klassik müharibələrdən az istifadə olunur və belə olduğu halda təbii ki, yanacaqdır, digər materiallar da o qədər tələbatı yoxdur. İndi mən bunu çox xırdalamaq istəmirəm. Sadəcə demək istəyirəm ki, bugün o qüvvələr həmişə olduğu kimi Rusiyanın zəiflətməsində maraqlıdırlar. Sadəcə bunu Rusiyanı güya
Cəbhə bölgəsində irəliləməyə mane olma çətiri altında Rusiya masa arxasında oturdurmaq üçün məcbur etmə çətiri altında bu qlobal güclər Rusiyanın zəiflətmə, iqtisadi cəhətdən zəiflətməsini nail olmaq istəyən addımlardır. Və ona görə indi bu saat o dronlar cəbhə bölgəsində yox, təməz xəttində yox, daha çox minlərlə kilometr arxada zərbələr endirilir. Mən deməzdim ki, bu Rusiya təsirsiz ötür. Rusiya bu təsirsiz ötmür. Ancaq ki, bu Rusiyanı öz belə deyək, əməliyyatlarda olan və müharibədə olan əsas məqsədindən çəkindirə bilən şəkildə deyil. O ki, qaldı, düzdür, deyirlər, vururlar və s. Niyə yanacaq doldurma məntəqələri? Ona görə ki, əvvəl neft qayırma zavodlarını vururdular. İndi neft qayırma zavodları strateji hədəf kimi Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən daha qorunması güclənib, müdafiəsi güclənib, hava hücumundan müdafiə qüvvəsi. Əlbəttə, indi yanacaq doldurma stansiyaları hamısını sən hava hücumu müdafiə vasitələri qoymayacaqsın ki, hər bir 10 kilometrdən, 15 kilometrdən iri, balaca, böyük yanacaq doldurma məntəqələri var. Və belə olduğu halda onların müdafiəsi zəifdir, ancaq onlara dəyən zərbə alovla və hansısa belə deyək, vizual şəkildə müəyyən bir təsir edici, belə deyək, görüntülərlə nəticələnir deyə Ukraynaya da və Ukraynanın bu müharibənin davam etdirilməsinə güya Ukrayna irəliləyir, qələbə çalır və s. Bu fonu yaratmaq üçün əlbəttə belə kadrlar daha belə deyək, təsir edici mexanizmasına, kütləyə daha çox təsir eləyir. Digər tərəfdən mən deyərdim ki, belə bir, əgər biz mətbuata baxsaq, belə deyək, gedən aktiv video roliklərə baxsaq, belə bir təsəvvür yaranır ki, Rusiya partlayır, hər yerdə partlayışlar var və s. Ukraynada heç nə yox. Ukraynada nə heç nə partlamır, nə heç bir zavoda zərbə endirilmir, nə bir şey sıradan çıxmır. Niyə bu kadrlar bu formada? Ona görə o maraqlı qüvvələr Ukraynanın darmadağın edilməsinə onların heç bir nətər marağı yoxdur darmadağın edilməsin. Ukrayna birinci gündən nətər qurban verilibsə, bugün də qurban verilməsini prosesi davam edir və Ukraynanın dövlət başçısı Zelenski bundan maharətlə istifadə edərək öz belə deyək, prezidentlik devrini hakimiyyətin ömrünü uzadır. Çünki bugün seçkilər olsa demək olmaz ki, orada hansı nəticələrlə nəticələnəcək. Bunu sadə Ukrayna prosesi ilə maraqlanan da bilir, bunu mütəxəssislər də bilir, bunu Ukraynanın hakimiyyəti də bilir. Və təbii ki, ondan sonra hansı proseslər ola biləcək, mən bura xırdalamaq istəmirəm və mən demək istəyirəm ki, bu müharibənin davam etdirilməsində belə deyək, o maraqlı qüvvələr var. İndi gəlin biz baxaq, 21-ci sanksiya qəbul olundu. Kapitalist sistemdə pul hər şeyin Allahıdır. Yəni, kapitalizm bunun üstündə qurulub. İş adamlarının fəaliyyəti bunun üstündə qurulub. Mən sizə inandırım ki, o sanksiyaların bəlkə 1-2-si, 3-ü belə deyək, nəticəli işləyir. Qalanlar isə həm Rusiya, həm Qərb, həm də ki, o sanksiyaları irəli sürən, belə deyək, o təşkilatlar, o sanksiyaları çox maharətlə yan keçirlər və öz işlərini görürlər. Əgər biz Rusiyanın və Qərbin bu münaqişə başlayana kimi belə deyək, o arasında olan ticarəti qiymətləndirsək, biz görərik ki, hətta keçən ilə nisbətən
Bu il Rusya ile o devletler arasında ticaret belə deyək həcmi artır. Mən demirəm ki, hələ bunun qaranlıq tərəfi var. Bu hələ statistika verən bir məlumatdır. Ona görə bu sadəcə belə deyək, bundan istifadə edirlər. O elə bil ki, o əlinlə qumu qaldırırsan, quru qumu o barmaqların arasından tökülə-tökülə azalır. Yəni belə bir vəziyyətə gəlib dönüb. Ona görə də bugün hansısa raketlərdə hələ Qərbin istehsal etdiyi materiallar görünür və s. və ilahi. O ki qaldı Qara Dəniz, logistika, Rusiya əlbəttə, Rusiyaya zərbə indirirlər, Rusiya da ona zərbə indirir. Bu iki Slavan ölkəsi tarixdə olmayan kimi belə deyək, biri-birini mənfə doğru aparır. Ətrafda olan maraqlı qüvvələr sadəcə buna belə deyək də odun atır ki, bu davam eləsin. Ona görə də bugünkü proseslər Rusiya nə Ukraynaya qoymayacaqlar ki, o hansısa doğrudan da düzgün bir siyasi iradə irəli sürərək nə idisə danışıqlarda bu müharibəni dayandırsın. Ona görə ki, yenə də deyirəm, pulu verən onlardır və onlar bunda maraqlıdır. Çünki indi bu haqda çox gedib də o pullar nətər yuyulur, neyiniyir, kimin ciblərində, hansı nətəri, bu haqda tez-tez məlumatlar var. Əgər bu olan məlumatların heç olmasa 10% düzdürsə, qalan 90% deyək ki, yalandır. Artıq o bəs eləyir ki, maraqlı olan belə deyək qüvvələr bu prosesə müdaxilə eləməyi davam eləsin. Rusiya isə Rusiya əlbəttə maraqlıdır indi bu saat. Öz şərtləri belə deyək, öz qoyduğu maraqlar və şərtlər əsasında hansısa sülh müqaviləsinin bağlanması və yaxud nəyətsə getsin. Ancaq ki, Rusiya da burada çox da o başqa biraz şərtləri biraz dəyişən kimi bunu qəbul etmir. Niyə? Çünki Rusiyanın hədəfi var. Rusiyanın hədəfi nədir? Rusiyanın hədəfi Ukraynanın digər torpaqlarıdır. Rusiyanın hədəfi nədir? Odessadır. Onu işgal eləsin. Rusiyanın hədəfi nədir? Xarkovdur. Bu iki şəhəri Nikolayevdir. Bu üç şəhərin yaşayış məntəqələri haqqında tez-tez bu adlar çəkilir. Rusiya onları belə deyək, işgal qabağında onun hədəfləri var, qabağında onun nətər deyirlər, müharibə üçün və döyüşləri aparmaq üçün motivasiya var, belə demək olsa, bu istiqamətdə bunlar davam eləyir və indi bu saat ona görə onlar bu prosesin belə deyək, maraqlı görsənsələr də, ancaq maraq sadəcə özlərinin belə deyək, şərtlər çərçivəsindədir. Əgər o şərtlərə hansısa müdaxilə olursa, Rusiya onu qəbul eləmir. Bu da nə deyir? Bu onu deyir ki, Rusiya işğalı davam etdirməkdə maraqlıdır və gələcəkdə yeni şəhərləri və yeni əraziləri Ukraynanı işğal eləyərək öz ərazisini genişləndirmək. Baxın, dünya nə qədər hiyləgərdir ki, hələ 2014-cü ildə Krım, Xerson və s. bu ərazilər Rusiya mənimsəməyə başlayanda hamısı elə apardı ki, özlərini onda durdura bilərdilər. Onda hansısa qərarlar qəbul edə bilərdilər. Onda hansısa addımlar ata bilərdilər. Hamısı çəkildi qırağa, qoydular ki, bu Rusiya Krımı ələ keçirtsin, Sevastopol'u ələ keçirtsin, digər ərazilərdə özü istəyən nəticələnən siyasi prosesləri aparsın işğalla bərabər. İndi bu saat bunlar ayılıblar ki, görürsünüz Ukraynanın torpaqları işğal olunub. Gərək Ukrayna bu torpaqları azad eləsin. Hardaydı indiyə kimi? Sizin gücünüz yox idi, var idi. Təsir mexanizmanız yox idi, var idi. Bunu durdura bilərdiniz, ancaq istəmədiniz. Niyə? Ona görə ki, bu proseslərin bugünkü davamını siz onda arzulayırdınız və indi bu saatda siz buna maliyyə dəstəyi verərək
belə deyək, ocağa odun ataraq iki xalqın nümayəndələri oğullarını cəbhə bölgəsində, təmas xəttində bir qardaş, o biri qardaşı öldürərək siz bu iki Sloven ölkəsini axırına çıxmaq istəyirsiniz, sadə dillə desək. Ona görə də bu proseslər mənə elə gəlir ki, qlobal güclər bu prosesdə durdurmağa maraqlı olmadığından bu proses hələ də davam edəcəkdir və Rusiya da bu məsələdə çox da tələsmir. Onun apardığı döyüşlər də onu göstərmir ki, neyin bahasına olur olsun, kısaca bir zamanda hansısa arazini ələ keçirsin. O dağıda logistikanı, körpüləri vuracaq, digər şeyləri vuracaq, çöktürəcək. O, gən də deyirəm, Ukraynanın çöktürülməsində Ukraynaya dəstək eləyən qüvvələrin marağı daha çoxdur. Çünki istər sanayə, Ukraynanın sanayisi köçür Avropaya, istər hansısa təbii sərvətlər keçir Avropa ərazisinə. Niyə? Ona görə ki, Ukrayna daimi zərbə altındadır və orada hansısa istihsali belə investisiya eləmək, sərmayə qoymaq heç kimə sərf eləmir. Ancaq Ukrayna sadəcə bir döyüş meydançası qalır. Qalan şeylər isə hamısı belə deyək, Ukraynadan çıxır və Ukraynanın, mən demirəm, artıq genofondu da belə deyək, məhv etməsi istiqamətində davam edir. Ona görə Ukraynanı və Rusiya-Ukrayna münaqişəsini xaricdən idarə olunur və o xaricdə idarə olunanın başında dediyim kimi yenə də belə deyək, Amerika durur. Və sonuncu sualım bu olacaq. Ümumiyyətlə, biz son günlər görürük ki, Polşa, Kaliningrad və Belarus sərhəddinə məsələn, əjdaha dişlər, yəni müdafiə brizolaqları qurmağa başlayıb. Yəni, sanki bir quru əməliyyatlarını, yəni Polşa ilə də Rusiya arasında hansısa bir toqquşmanın və yaxud da ki, Belarus arasında hansısa bir toqquşmanın olma ehtimalı kimi yəni qiymətləndirir. Ya bunu hansısa bir formada dünyaya göstərirlər və yaxud da ki, hansısa bir iş gördüyünü göstərirlər, yoxsa real həqiqətən də təhlükə varmı və bu Rusiya-Ukrayna müharibəsi dolayısıyla Avropaya da keçə bilərmi? Bilirsiniz, burada belə deyək də, Rusiya bunu öz mövqeyini bununla bağlı elan edir. Açıq aydın ki, o heç bir ölkəyə, Avropa ölkəsinə hücum gözü ilə və yaxud işğal gözü ilə baxmır. Və bundan heç kim qorxmaz. Ancaq bunun amması var. Amması nədən ibarətdir? Qarşı tərəf, indi biz Avropa deyirik də, Avropa Birliyi öz siyasətində və gələcək addımlarında Rusiya təhlükə yarada biləcək şəkildə inkişaf etdirəcəksə, təbii ki, hansıdırsa Rusiya addımlar atmalı olacaq. Yox, əgər Avropa Birliyinin gələcəkdə siyasəti, qonşu siyasətini davam etdirmək, əvvəlki, belə deyək, müharibəyə qədər, Ukrayna-Rusiya müharibəyə qədər olan, belə deyək, vəziyyətə gətirmək, ticarəti bərpa etmək, Rusiyanın dondurulmuş vəsaiti, belə deyək, dondan, belə deyək, açmasını təmin etmək. Yəni, bu artıq sülh dövründəki kimi ticarət və digər siyasət bu istiqamətdə davam edərsə, Rusiyanın neyinə lazımdır Avropanı işğal eləsin? Rusiyanın bəyəm arazisi azdır. Rusiya Çin deyil ki, deyək ki, insanları yerləşmir orada. Rusiya öz arazisini indi bu saat ona buna arendaya verir ki, orada hansısa inkişaf eləsin. Xüsusən də uzaq şərqdə. Biz bu prosesləri bilirik də artıq Sibirin və uzaq şərqin 1/3 hissəsini demək olar ki, de euro olmasa da de facto orada Çinin belə deyək, müəssisələri fəaliyyət göstərir. Onun nəticəsində o ərazilərin kənd təsərrüfat, ölü kənd təsərrüfat, ölü sayılan ərazilər indi bu saat artıq müəyyən bir dirçəlir. Rusiya Avropanı gəlin açıq danışaq.
nə üçün, hansı məqsəd üçün işğal eləməlidir? İşğal eləmişdi də, gəlib çıxmışdı da, Berlinə kimi gəlib çıxmışdı və belə deyək, Varşava birliyinə daxil olan ölkələr var idi. Avropada idi də Rusiya. Nətər oldu indi bu saat Rusiya, yenə də deyirəm, o siyasəti yenə də göstərir ki, yəni bu tarixə də baxsaq, onun işğal niyyəti yoxdur. Ancaq ki, əlbəttə Rusiya böyük bir dövlətdir, böyük əraziyə malik olan dövlətdir, böyük sərmayələr, daha doğrusu təbii sərvətlərə malik olan dövlətdir və həmişə Rusiya hələ ki belə bu formada olacaq, buna olan təzyiqlər də həmişə olacaq. Və Rusiyanın hansısa addımı varsa da bu cavab addımı kimidir. Ya ki gələcək belə deyək təhlükələrdən soğurtalamaq üçün atılan addımdır və mən deyərdim ki bunlardan biri də bunu ancaq Rusiyanın politologları yox, dünyada olan belə deyək müəyyən bir ekspertlər də bunu bu formada qiymətləndirirlər ki, yəni Ukraynada olan münaqişə Rusiya özünə təhlükə görərək o əraziləri və yaxud Ukraynanın gələcəyini sadəcə bu müharibəni Rusiyanın sərhədlərindən içəri yox, Rusiyanın sərhədlərindən xaric Ukraynada aparmasını yəni təmin eləyib. Əgər biz gəlin haqlı olaq və gəlin obyektiv olaq, mən başa düşürəm, Ukraynada bizim dostumuzdur. Yəni bu obyektiv buna qiymət verəndə bugün Rusiya Avropanı işğal edəcək deyərək belə bir şey yoxdur. Birincisi, Rusiyanın indi bu saat hərbi gücünü qiymətləndirək, iqtisadi gücünü qiymətləndirək, arazi baxımından qiymətləndirək. Onun öz sadə dilinə desək, öz problemləri azdır ki, indi geçsin hakimlənsə yenə də vursun. Pribaltika Rusiyada idi. Nətər oldu Rusiya verdi o Pribaltikanı? Əgər doğrudan da hələ bir niyyətli bir şey idisə. İndi bəzilər deyərlər ki, Rusiya verməyiblər, Rusiyadan alınıb və s. və ilahi. Hələ belə bu formada olsa da, bugün Rusiyanın Avropanı işğal etmək üçün atılacaq addımlar bir səbəb ola bilər. Əgər Avropa Birliyi, NATO və digər ölkələr Rusiyanın gələcəkdə təhlükə yarada biləcək addımlar və siyasəti aparsa, bu da Rusiyanın müdafiəsi kimi qiymətləndirilə bilər daha çox. Ona görə də mən o hansıdırsa belə deyək, emosiyalar və s. və ilahi, ancaq reallığa baxanda biz bugün bu proses bu formada davam edir. O ki qaldı Polşada hansısa proseslər gedir, təbii ki silahlanma gedir, hansıdırsa belə deyək, fonda hərbi sənaye kompleksləri, yenə də deyirəm, hərbi sənaye kompleksləri, Polşada indi bu saat militarizasiya güclənir və onlar istəyirlər Avropa Birliyinin lideri olsunlar. Lider olmaq üçün əlbəttə güc olmalıdır. Güc olmaq üçün indi bu saat bu fonda güya Avropa Birliyinin sərhədləri müəyyən bir təhlükə altındadır və Polşa NATO blokunun Avropa Birliyinin şərqini belə deyək qoruyan bir ölkə kimi qiymətləndirilib. Bugün Polşa dövləti istər NATO ölkələrinə, istər ABŞ-a öz ərazilərini çox böyük həvəslə ayrılırlar ki, gəlin burada yerləşin, yəni hərbi hissələri, texnikanı və s. Bu imkanı yaradıb, əlbəttə NATO da bu imkandan yararlanır. Ona görə də o Polşanın dövlətin apardığı siyasətin nəticəsində orada o proseslər gedir. Və mən deyərdim ki, əlbəttə bunun hər şey Ukrayna Rusiyanın münaqişəsinin belə deyək inkişaf etdirilməsinə çox şey bağlıdır. Bu proses qurtarandan sonra biz artıq o belə deyək su altı, yeraltı məsələləri artıq daha da düzgün qiymətləndirə biləcəyik. Ona görə də mən düşünürəm ki, bütün dünya bugün bir arzu ilə yaşayır və istər hansı dinindən asılı olmayaraq, mənsubundan asılı olmayaraq Allaha hansısa dua eləyəndə deyir ki, Allah dünyamızı salamat eləsin. Hələ biz də bu
sözlərimizlə bizim bu görüşümüzü yekunlaşdıraq. Təşəkkür edirəm. Mən də amin deyirəm.